Psixologiya uzun müddət fəlsəfənin içində inkişaf etdi. İnsan ruhu, zehin və davranış haqqında suallar vardı. Amma bunlar əsasən düşüncə və mühakimə səviyyəsində qalırdı. İndi əsas sual budur. Psixologiya nə vaxt və necə həqiqi elmə çevrildi? 19-cu əsrdə elm sahəsində ciddi dönüş başladı. Fizika, kimya, biologiya artıq müşahidə və eksperimentə əsaslanırdı. İnsan bədəni ölçülə bilirdisə, niyə insan zehni ölçülməsin? Məhz bu sual psixologiyanın elmi mərhələsini başlatdı. 1879-cu ildə Almaniyada Wilhelm Wundt Leipzigdə ilk eksperimental psixologiya laboratoriyasını qurdu. Bu, tarix psixologiyanın rəsmi doğum günü hesab olunur. Çünki ilk dəfə olaraq insan zehni sistemli şəkildə laboratoriya şəraitində öyrənilməyə başladı. Artıq sual belə idi. İnsan nə düşünür, yox. İnsan düşünərkən nə baş verir və bunu necə ölçə bilərik idi. Wundtun yanaşması şuurun elementlərə bölünməsi idi. O düşünürdü ki, mürəkkəb zehni proseslər daha sadə, daha kiçik hissələrdən ibarətdir. Onun tələbəsi Edward Titchener bu yanaşmanı inkişaf etdirərək strukturalizmi formalaşdırdı. Strukturalizmin əsas məqsədi şuurun strukturunu tapmaq idi. Onlar hesab edirdilər ki, şuur hisslərdən, duyğulardan və qavrayış elementlərindən ibarətdir. Əsas metod introspeksiya idi. İnsanın öz daxili təcrübəsini detallı şəkildə təsvir etməsi. Məsələn, bir alma görəndə sadəcə alma demək yox, onun rəngini, dadını, yaratdığı emosiyanı ayrı-ayrılıqda təsvir etmək. Amma burada ciddi problem var idi. İki insan eyni hadisəni fərqli təsvir edirdi. Bu isə nəticənin obyektivliyini zəiflədirdi. Elm isə subyektiv yox, ölçülə bilən nəticə istəyirdi. Strukturalizm bu səbəbdən uzun ömürlü olmadı. Buna reaksiya olaraq ABŞ-da funksionalizm yarandı. Bu istiqamətin əsas nümayəndələri William James idi. Onun yanaşması daha praktik idi. O deyirdi ki, əsas məsələ şuurun nədən ibarət olması deyil, onun nə işə yaramasıdır. Funksionalistlərə görə şuur insanın mühitə uyğunlaşmasına kömək edən bir mexanizmdir. Burada artıq təkamül nəzəriyyəsinin təsiri açıq görünürdü. Psixoloji proseslər adaptasiya üçündür. Qorxu niyə var? Çünki təhlükədən qoruyur. Diqqət niyə var? Çünki sağ qalmağa kömək edir. Yəni zehin funksional bir sistemdir. Bu mərhələdə psixologiya daha praktik istiqamət aldı və tətbiqi sahələrə yol açdı. Eyni dövrdə isə Avropada tam fərqli bir yanaşma formalaşırdı. Sigmund Freudun insan davranışının görünən tərəfi ilə kifayətlənmədi. O dedi ki, əsas şuur altındadır. Freudun fikrincə insan davranışlarının böyük hissəsi fərqində olmadığımız impulslar və uşaqlıq təcrübələri ilə formalaşır. O, psixikanı 3 hissəyə böldü. İd, ego və superego. Müdafiə mexanizmləri isə insanın daxili konfliktlərlə baş etmə üsulları idi. Freudun nəzəriyyələri mübahisəli idi və empirik baxımdan zəif cəhətləri vardı, amma bir həqiqəti ortaya qoydu. İnsan rasional varlıqdan daha mürəkkəbdir və psixoterapiyanın əsasını məhz bu yanaşma qoydu. 20-ci əsrin əvvəllərində isə daha radikal dəyişiklik baş verdi. John Watson psixologiyanın istiqamətini dəyişdi. O dedi ki, zehin ölçə bilmiriksə, onu araşdırmayaq. Psixologiya yalnız müşahidə edilə bilən davranışı öyrənməlidir. Beləliklə davranışçılıq yarandı. Davranış mühitin və öyrənmənin məhsuludur. İnsan doğularkən boş lövhə kimidir və mühit onu formalaşdırır. Sonradan Skinner bu yanaşmanı daha da sistemləşdirdi və operant şərtlənmə nəzəriyyəsini inkişaf etdirdi. Davranış mükafat və cəza ilə güclənir və yaxud zəifləyir. Burada insan daxili aləmi ilə yox, davranış nümunələri ilə izah edilirdi. Beləliklə, psixologiyanın ilk elmi mərhələsində biz müxtəlif baxışlar görürük. Strukturalizm zehni hissələrə bölür, funksionalizm onun məqsədini araşdırır, psixoanaliz şuuraltını ön plana çəkir, davranışçılıq isə yalnız müşahidə ediləni qəbul edir.
Diqqət etsək, hər məktəb əvvəlkinə cavabdır. Bu sadəcə nəzəriyyə tarix deyil. Bu insan nədir sualına verilən fərqli cavabların tarixidir. Və burada düşünməli olduğumuz sual budur. İnsan davranışı daha çox impulsların məhsuludur, yoxsa mühitin təsiri? Əgər hər şey öyrənmədirsə, azad iradə haradadır? Əgər hər şey şuuraltıdırsa, məsuliyyət nədir? Psixologiyanın tarixi bizə göstərir ki, insan tək bir çərçivəyə sığdırmaq mümkün deyil və bəlkə də həqiqət bu yanaşmaların hər birində müəyyən qədər var.